Aziz izləyicilər, bugün də sonda sizə dovşan ətinin pişirilməsindən, yəni dovşan ətinin qızardılmasını göstərəcəm. Bugün vurduğumuz dovşan ətini necə qızardırıq, necə pişiririk, istəyirəm onu da sizə göstərək. Belə ki, dovşan əti təmizləyəndən sonra belə bir dərisini soyduqdan sonra təmiz ətini çıxardırıq. Kəsib hissələrə ayırırıq. Hissələrə ayırdıqdan sonra bunu belə bir qab götürüb içine biraz yağ tökürük ki, ət pişənə qədər yapışmasın orada. Bunları kəsib xırda-xırda eləyib, hamısını yığırıq sarımsağın içine. Dovşan ətinin çox vaxtı kebabda eləyirlər. Doğrudan bunu kebabda da qəşəng ət olur. Biz isə bugün bunun qızartmasını göstərəcəyik. Dovşanın ətini bu şəkildə salırıq, doğrayırıq, qabın içine yığırıq və sonra 1-2 diş balaca sarımsaq qırıb atsaq içine, pis olmazdı ki, daha da ləzzət verərdi. Və pişib axıra yaxın, pişəni qutarana yaxın bir dənə soğan buna vursaq, yəni soğan da tam qızarmasın, belə alaçı ifason olsun, onda daha da yaxşı olar, dovşancın əti qəşəng dadar. Sarımsağı xırda-xırda doğrayıb tökürük üstünə. Duzluyuruq bunu. Tuzladıktan sonra bunu qəşəng qarışdırırıq. Ki tuzlu sarımsağı qarışsın bir-birinə. Bunun içine yağ dökmüşük dibine. Dediyimiz gibi olur. Yağı da tökürük. Pişənə yaxın, çox yox, belə azmaz sarımsaq vursaq daha da yaxşı, soğan vursaq üstünə daha da yaxşı olur da. Bəzi yerlərdə tomat da vururlar. Axıra yaxın tomat və soğan vururlar ki, ət qızarmış şəkilə düşsün. Bunu götürürük buradan. Qoyuruq
qazın üstünə. Qazın üstünə qoyduqdan sonra qapağını bağlayıb bunun pişməsini gözləyirik. Və arada nəzarət edirik, qarışdırırıq ki, alt hissələr çox pişib yanmasın. Ət müəyyən qədər pişdikdən sonra baxırıq ki, yəni onun öz suyu yığılır dibinə. Bu xaricdə bu ruslar, ingilislər zatlar buna çaxır zat tökürlər ətə. Biz isə buna biraz nar soka əlavə eləyək ki, ətin gözəl dadı olsun. Nar soku tökdükdən sonra biraz bunu qarışdıraq ki, tamamilə canlı geçsin. Bunun suyu, dibində gördüyümüz suyu tamamilə qurumalıdır. Biraz ət pişdikdən sonra bunun qapağını açıq qoyuruq. Ağzı açıq halda pişir ki, bunun içinin suyu buxarlansın, geçsin və yağa düşsün. Qızarmış şəkildə olsun. Hələlik bu üstünü bağlayaq. Biraz da pişməsini gözləyək. Demək olar ki, ətimiz pişmək üzrədir. Axıra yaxın bunun soğanını, göyərtisini vururuq və qapağını açıq saxlayırıq ki, qapaq açıq qalsın ki, dibində yığılan suyu tamamilə buxarlansın, geçsin və ət qızarmış halda qalsın. Bunun dibindəki suyu da ki, biz su tökməmişik buna, heç bir su yoxdur. Gördüyünüz kimi yağa tökmüşdük, yağın üstünə qoymuşduq ətləri. Bu ətin özündən çıxan sudur ki, qazanın dibinə yığılıb. Və belə gözləyirik bunun pişməyini, suyu buxarlansın və ət qızarmış halda qalsın. Bu da bizim ətimiz indi tamamilə hazırdır. Bunu yemək olar. Dovşan ətinin pişirilməsi də beləliklə qurtardı. İnşallah sağ olun. Gələn görüşlərdə, yeni ovlarda görüşmək ümidlə sizdən ayrılır. Bütün o Azərbaycan ovçularına buradan salamlar.